Ayəni bildi ki, ayənin şərin uzluğu var. Buna bizim nə xeyrimiz var? Bir xeyri var. Quranda bəyan olunan bir hökmün səbəb və fəlsəfəsini bilmək, ayələrin şərinuzun bilməyin faydalarından biridir. Bir də oxuram. Quranda bəyan olunan bir hökmün səbəb və fəlsəfəsini bilmək, bildin ki, bu hökm gəlib, bunun fəlsəfəsini və səbəbini bilməliylə ayələrin şərinin nuzulunu bilməyin faydalarından biridir. Gəlib hər hansı bir şəri hökm, bilirsən ki, şəri hökm gəlib. Mən burada həm şəriətin hökm bilirəm. Necə gəlib, niyə gəlib, o da biləcəm. 2. Bir söz və kəlam müxtəlif şəraitlərdə müxtəlif məna verir. Bəyadıma Rəbb, Rəsul. Sözü düzgün başa düşmək üçün şəraiti və bir sıra başqa cəhətləri gələ insan nəzərə alsın. Orada Rəsul filan mənada, burada Rəsul filan mənadadır. Ayə gəlib, ayədəki Rəsul nə deməkdir? Onun müqabilində gəlir ayə ki, ayənin içərisində olan kəmin mənası bax budur. Şəraitə və məkana uyğun olaraq dəyişir məna. Məsələn, kəlamda, hər hansı bir kəlmədə məqsədin sual və ya təkid, danlaqdır, istehzadır, ələ salmaqlı. Bunu məsələn olmağın biz necə müəyyənləyəcəyik? Bir var ki, biz danışanda intonasiya ilə bildirək, düzdür. Onda rahat insan biləcək. At. Yəni ki, heyvanat. At. Mən o səsimin dəyişməsi, vurğu, nə bilim bu üzmimkam bildirir ki, bu söz əmrdir. Heyvan deyil. Quranda gələndə Quranda nida yoxdur axı. Biz necə bilək ki, burada olan söz feildir yoxsa adı bir isimdir? Onun üçün o ayəmiz niyə gəlib? Ayəmizin nazil olması səbəbini biləndə bildik ki, hə, buradakı söz məsələn feildir, isimdir. Kəlamın bəyan tərzi, forması, ha belə digər cəhətlər bilməli şərtdir. Şə'n-i nuzulda Allah kəlamının mənasını başa düşmək üçün zəruri şərtlərdən biridir bu. Mən demişəm sizə usul elmində, məsələn, 2 nəfər dostdur, biri siqaret çəkir, deyir, atam gəlir, mən xəbərləyəsən. Atam gəlində xəbərlə, atın, bəs görməsin də. Deyir ki, yaxşı. Bu siqaret çəkir, dostu deyir ki, at gəldi. Atı siqaret yeyir. Nə anlayır? Yəni, çapa, heyvan üzrəsəm, heyvan at gəlir, yox. Niyə atı siqaret yeyir? Niyə ulanın zehninə gəldi atası, heyvan atı yox? 1. Bu hadisədən qabaq, bu at gəldi. Dostunun buna at gəldi sözün deməsindən qabaq, bunların danışığı, mövzusu. Mövzu atan gəlişi. 2. Bu dostunun səs tonu. Bu iki səbəb oldu ki, bu həmin dəqiqə, həmin saniyə anlayır ki, atam gəlir, tez atım siqareti yerə. Aydındır. Yəni, bax, biz hər hansı bir söz görürük, biz onun mənasını necə anlayaq? Gələ biz nöqtə olsun orada, nə bilim, vergül olsun, nida olsun, səs tonu olsun. Yəni, canlı olanda insan mimikasını görürsəm, səs tonunu bilirsə rahat olur. Amma yazıda çətindir. Yazıda, sağ olsun, yazanda nöqtə vergül düzgün qoyun yerində. Nöqtə vergül olmayan da, məsələn, ruhaniyə, ustada, alimə verilən sual mümkün cavabsız qalsın. Çünki sənin sualı anlamır. Mən dəfələn görmüşəm, sual veriblər, dəfəl olsun, mən sualı anlamıram, nə demək istəyirsən sən? Mən demişəm, o, deyəsən, 1-ci Nikolayın dövründə olur, Piotr, belə zehimdə, rus dilində söz vardı, nakazat, nelzya, nə bilim, belə bir şey, düş yadıma. Orada, məsələn, onun nümayəndəsi vergül səhv qoyub, yəni, danlamaq, öldürməmək. Bəli, durğu şayları. Danlamaq, öldürməmək. Vergül səhv qoyur, bunun hökmü olur öldürmək. Bir dənə vergül dəyişir mənanı. Belə təxmin bir sözüdür. Pamilavat. Nezə nakazat. Belə bir sözüdür.
Pamilova virgül Neza Nakazat. Və belə bir söz təxmini virgül yerini səhv qoyur. Mən təxmin edirəm məzmunu. Bir dənə bax o şey dəyişir mənanı. Yəni o yazıdır. Tonda rahat olur danışır canlıda. İndi Quranda bax nida yoxdur, virgül yoxdur. Biz onu harda bilək? Deyirəm bilməlisən ayə niyə gəlib? Nə cür gəlib? Məsələn, filan hadisə baş verir. Kişilər qadınların döymək olar, döymək olmaz. Və məsələn, boşanmaq olar, boşanmaq olmaz. Bir də onun qarşısında ayəmiz gəlir. Orada vurun feili gəlir. Orada vurun feili deyirlər ki, sən bu Quran deyir ki, arvadınızı döyün. Bu səhv tərcümədir. Orada döyün deyil, boşayın deməkdir. İndi o feil hansı mənada, hansı məna verir? Bir dənə sözdür, bir neçə məna verir o. Bir dənə feildir. Məsələn, çalmaq, fit çalmaq da var. Məsələn, nağara çalmaq da var. Fərqli şeylərdir. Bir dənə feil, iki dənə məna bildirir. İndi orada vurun feili var. İndi vurun feili nəyi bildirir? Baxırsan Quranda vurun feilinə. Məndən sizə demişəm, məndən sizə nəsihətmi, tövsiyəmi, hər hansı bir söz barəsində, hər hansı mövzu barəsində Quranda araşdırma aparmaq istəyəndə bir ayəni götürməyinizdə. O bir ayənin sözüdür o. Bütün Quranın sözü deyil. Quranda Allah təala buyurur ki, Həzəl Quran, bu Quran hər şeyi bəyan eləyəndir. Demir bu ayə hər şeyi bəyan eləyir. Ayə hər şeyi bəyan eləmir. Quran hər şeyi bəyan eləyir o mövzuda. Şəfaət var yoxsa yoxdur? Baxırsan Quranda şəfaət. Nə qədər şəfaət Quranın sözü var? Hamısı yığırsan, bu belədir, o elədir, filan filan. Yəni nəticəyə şəfaət yoxdur. Məgər Allah eləyə bilər şəfaəti, məgər Allahın sevdikləri eləyə bilərlər, məgər müəyyən şəxsləri eləyə bilər şəfaət eləsinlər. Bu üçün saxırılan, götürən birinci, Quranda ayə var ki, şəfaət yoxdur. Quranda ayə də var ki, şəfaət var. Bəs bunda nə eləyək? Aydındır. O görə məsələn, Quranda əhl-i beyt, Quranda filan mövzu, Quranda ölülərin eşitməsi. Yəni, ölünlə əlaqədə nə qədər Quran-ı ayəmiz var? Həy, məvtə, hamısı yığasan bir yerə ki, biləsən ki, hansı söz, hansı yerdə, hansı məna verir. Bəli, çox zəngin bir dil olduğu üçün, hələ bizimkilər məsələn oxur tərcümə və əssalam. Böyle ateist, agnostik, deist, nə. Hər gün biri çıxır ortaya, mənbə hamısında Qurandır. Əziz insan, sən bu mövzuda gələn hamısı baxasan, bir aya baxmalı deyilsən bir mövzuda. Bir aya baxsan, ona şəfaət yoxdur. Şəfaət yoxdursa və şəfaət var ayəsini eləyək.